Müğənni Rəqsanə İsmailovanın ev dustaqlığına buraxılması ilə bağlı xəbər yayılıb. Doğru Xəbər Azərbaycan manşet azı istinadən xəbər verir ki, Sabunçu rayon məhkəməsinin qərarı ilə bu dəqiqələrdə Rəqsanə İsmailova barəsində seçilmiş həbs qəti imkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. Ətraflı yaxın dəqiqələrdə məlumat veriləcək. Sabirabadda az yaşlıya qarşı əxlaqsız hərəkətlər edən 64 yaşlı Mərdan Hüseynovun məhkəmə araşdırması başa çatıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Təqsirləndirilən şəxs məhkəmədə əməlini boynuna alıb, deyib ki, həmin 6 yaşlı zərər çəkmiş qapı bir qonşusunun övladıdır. Ona qarşı 3 dəfə seksual xarakterli hərəkətlər edib, Hüseynov əməlindən peşman olduğunu da əlavə edib. Neymət Məmmədovun sədrlik etdiyi məhkəmə kollegiyası müttəhimin etiraf edici ifadəsini və digər sübutları nəzərə alaraq belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə 14 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətlər etmə maddəsi ilə verilmiş ittiham təsdiqini tapıb. Hökmə əsasən Mərdan Hüseynov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il müddətinə azadlıqdan məhrum edilib. Binəqədi rayonunda Bakı Ağac Emalı Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən Mebel emalatxanasındakı partlayışla bağlı məhkəmə araşdırması başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Hökmə əsasən Tağı İbrahimov və Toğrul Rzayev ayrı-ayrılıqda 6 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdə zərər çəkmişlərin çoxu ilə barışıq əldə edilməsi nəzərə alınıb. Qeyd edək ki, cinayət işi ilə bağlı ASC-nin faktiki sahibi Tağı İbrahimov və oranın inzibati təsərrüfat idarəçiliyini həyata keçirən Toğrul Rzayev mühakimə edilib. Onlar yanğın təhlükəsizliyi qaydalarını riayət etməyərək ehtiyatsızlıqdan 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, açıq səhmdar cəmiyyətin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmağa, Tağı İbrahimov isə ayrıca xüsusi külli miqdarda vergiləri ödəməkdən yayınmağa görə təqsirləndirilib. Tağı İbrahimov əvvəllər ATV kanalının prezidenti olub. O, diasporla iş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun da qardaşıdır. Keçən iclasda Kəlbəcərli şəhid Ülfət Kərimovla bağlı bölgə əhalisinin tələblərini səsləndirmişdim. Təəssüflər olsun ki, məsələyə dair müvafiq addımlar atılsa da hələ konkret nəticə əldə edilməyib. Bunu deputat Bircəlil Qasımlı Milli Məclisdə 2026-cı ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib. Millət vəkili iclasda bir sıra təkliflər də səsləndirib. Bundan başqa, Kəlbəcər sakini Zərnişan Camalova işğal dövründə əsir düşməmək üçün Qamışlı ərazisində körpüdən özünü ataraq şəhid olub. 90-cı illərdə Heydər Əliyev bu məsələ ilə bağlı sakinlərlə görüşündə torpaqlarımız azad olunduqdan sonra Zərnişan xanımın xatirəsinə abidə ucaldılacağını vurğulamışdı. Bu hissənin həyata keçirilməsi cəmaatımız üçün böyük mənəvi önəm daşıyır. Digər məsələ isə tank komandiri şəhid Natiq Məlikova Milli Qəhrəman adının verilməsi üçün müraciətlərin çoxluğudur. Onun son döyüşü Kəlbəcər, Bağlıpay istiqamətində baş verib və döyüşlərdə böyük qəhrəmanlıq nümunəsi göstərib. Bu məsələ müvafiq qurumlarda yenidən nəzərdən keçirilməlidir. Qeyd edək ki, son günlər sosial şəbəkələrdə Mirzəlil Qasımlının fotoları paylaşılaraq onun parlamentin iclaslarında heç vaxt çıxış etmədiyi, problemləri dilə gətirmədiyi yazılırdı.